ey zalim, özün kəsdin, özün də ağlayırsan. Dedi, mən ağlamırdım, məni ucaboy bir xanım ağlatdı. Deyir, baxdım sağa, gördüm Əli qızı Zeynəb. Üzünü döndərib Kərbaladan Mədinəyə, vətəninə tərəf. Nənəm Zəhra, Kərbala çölündən səni çağıran qızın Zeynəbdir, gözündən yaş axa-axa. İstəyirəm sənə ərz eləyim, şümür bihəya, kəsdi qardaşımın başın, mən bacısı baxa-bax. Mən bacısı baxa-bax. Əlin atdı xəncərə, Zeynəbin əllərini kəsib xəncər, sizə qurban. Dedi, İmam Hüseyin işarət elədi o qanlı gözlə, çəkin. Dedi, zalim diyan, qoy arzusuna yetirim. O qədər kəsmə başı, qoy balaların başını üstə gətirim. Dayan zalim, qoyma susuz qəmdə yanım, o qədər kəsmə başı, bacısıyam, qoy başına bir dolan. Yaslını vurmazlar, qəlbini sındırmazlar. Ay şümür bihəya, heç bacının yanında kəsik qardaşın başını neyzəyə vurmaz. Mən Zeynəbəyəm, fərağata imkan tapanmadım. Mən Zeynəbəyəm, fərağata imkan tapanmadım. Dərdim çox oldu, dərdimə dərman tapanmadım. Öldürdülər Hüseynimi, mən baxdım ağladım. Kərbala çölündə müsülman tapanmadım. Yaranı bağlamadım, sinəmi dağlamadım. İstiqumlar üstə can verdim qardaş, bacın ölsün, gözlərimi bağlamadım. Bu çölə gəlmiş idim izzət ilə, yavar ilə. İndi Şam'a gedirəm, əsir şümri cəfa pərvər ilə. Dur dua eylə bacımı qardaş, o kəsilən əllər ilə. Hüseyin, sənə həm Xümeyliyəm, Əsqər balaya rübab, Əkbərə misli leyliyəm. Nənəm Zəhra Mədinəlilərdən gileylidir qardaş, mən də ölüncə bu küfəlilərdən gileyliyəm. O küfədə yandırdılar məni, o küçədən bu küçəyə dolandırdılar məni. Bir şey ki, həmsayələr qəddimi görməyib qardaş, o namər cəmaat içində utandırdılar məni. Əla lənətullah, əlal qovmi zalimin. Bəli, əziz cəmaatımız, Kərbala hərəkatının əsas mesajı haqq qarşısında susmamaqdır, zalimə boyun əyməməkdir, dini mənafelərə satmamaqdır cəmaat, azadlıq və ləyaqəti qorumaqdır. Əmr-i biməruf və nəhyən əzimkar etməkdir. Allah yolunda hər şeydən keçə bilmək gərəkdir. Elə yeri var sizə bir ayə deyim. Ali İmran surəsi 3-cü 92-ci ayədə Allah buyurur. Sevdiğiniz puldur, maldır, sərvətdir, övladdır, candır. Allah yolunda xərclənməyicə səyadətə çatmazsın. Görürsən, İbrahim Peyğəmbər oğlunu qurban verdi. 86 ildən sonra Allah bir oğlan verdi. 13 yaşda dedi, qurban istəyirəm. Şəhidlərimizi Allah rəhmət eləsin, Xocalı, Yanvar, Qarabağ şəhidləri. Bugün onlar şəhadətə çatdılar, biz azadık. Vətənimizin bütövlüğü, ərazi bütövlüğü, işğal altında olanı azad etdilər öz qanları bahasına.
Biz yaşayırıq rahat. İmam Hüseyin də dini azad etdi cəmaət. Ona görə tarixdə Marbini, Almaniyanı, Thomas Carlyle, İngiltərə, George Jordan, böyük xaçparast alimi, Voltaire, Mahatma Gandhi, Hindistanın azadlıq hərəkatının başçısı, Charles Dickens, çoxlu sayda və bizim böyük dahilərimiz, Məhəmməd Füzuli, Xurşidbani Natəvan, Seyyid Əzim Şirvani və s. Böyük ziyalılar, müdrik insanlar, filosoflar sizə qurban. İmam Hüseyni öz ürək sözlərini çatdırıblar. Bayaq dediyim Thomas Carlyle, Edward Brown, Voltaire, Charles Dickens, George Jordan, Mahatma Gandhi və s. heç müsəlman deyirlər. Kərbala tarixini araşdırıblar. İmam Hüseynin Kərbaladakı o qəhrəmanlığından danışırlar. Və əzizlər, ona görə Peyğəmbər ailəsi din yolunda şəhid olub, Peyğəmbərin qəm günüdür. Ailəsində faciə, müsibət baş veribdir. Ona görə müsibət baş verən vaxtı toy eləməzlər ki, belə deyək, şənlik qurmazlar ki, Allah bizim şəhidləri rəhmət eləsin. Görürsən, şəhadətə çatanda 20 yanvarda kim toy ediyor? Heç ki. Yəni o günü demək istəyirəm. Şəhidlərimiz dünyasını dəyişən ərəfədə Azərbaycan tamam hüzün hamı içində idi. Şəhidlərə yad edib bağlayırdılar. Və bugün şəhidlərimizi gələcək nəslə çatdırmaq hamımızın vacib borcumuzdur və çatdırırıq da. Tədbirlər dövlətin, cəmaatın, elm əhlinin və s. xidmətləri, məclislər və s. bugün də davam edir. Buna görə Həzrət İmam Hüseyin də dinin şəhididir, cəmaat. Əmioğlu davası olmayıb. Xilafət davası olmayıb, ay cəmaat. Marbini oradan deyir ki, ey müsəlmanlar, niyə bölünmüşsünüz məhzəblərə? Bir iddiavız İmam Hüseyini qəbul etmişsiniz. Axı siz müsəlman dinində qalmağınız İmam Hüseyin səbəb oldu. Mahatma Gandhi, Hindistan azadlıq hərəkatının başçısı, öz xalqına azadlıq istədi. Onun rəhbərliyi altında Hindistan azad olsun. Dedi, Hüseyin var, Əlinin oğlu. Ondan ibrət götürün. Yəni qurbanlar verməlisiniz ki, dininiz, sizin ölkəniz azad olsun. Təkrar edirəm, Allah bir daha bizim şəhidləri rəhmət eləsin. O boyda şəhidlərimiz getdi. O qan, o qurban olmasaydı, əziz cəmaatımız, vətənimiz bugün bu güzəran, bu azadlıq olmazdı. Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin. Dövlətimizi qorusun. Şəhidlərin ruhu xalqımıza duaçı olsun. Bəli, Kərbala İmam Hüseyin əleyhissalam, mən yığcam eləyim, Allah sizi yormasın. İmam Hüseyin buyurur, insanlar dünyanın qullarıdır, din isə dillərindədir. Məsələn, namaz qılıb, oruç tuturlar bir ildə özünü göstərməyə. Ya da dildə elə, mən beləyəm. İmtahan yetişəndə dindarlar az olur. Əvvəl İmam Hüseynin dalınca minləri gəlmişdi. Əsl, belə deyək, imtahan vaxtı gördü Yəzidin qoşunu çoxdur. İmam öldürüləcək, biz ona qoşulsuq, hamı qaçdı, 72-si qaldı. İmam Hüseyin o çıxış elədi. Dedi, imtahan yetişəndə dindarların sayı azalar. İnsan dünyanın quludur. Biri də namaz qılır, oruçdur, özünü sığortalamağa, belə deyək. Bəli, Kərbala təkcə bir tarix deyil, hər dövrün insanına haqqı müdafiə etməyi öyrədən əbədi bir məktəbdir. Allah o yoldan bizi ayırmasın. Və İmam Hüseyin əleyhissalamdan bir hədis deyim siz əzizlərə, insanların ehtiyaclarını ödəməyə çalışan şəxs Allahın nemətlərinə şükür edənlərdəndir. O daha üstün şəxsdəndir. Həzrət İmam Hüseyin şəhid olanda onun çiyinlərində kisə izləri, kəsik-kəsik, nə ki oxdan başqa. Gördülər, sən deməm, nə qədər kasıb küçüblər. Gecə ikən babası kimi fəqir füqaralara ərzaq aparıb çatdırırmış. Allah Taala, Pərverdigar Allah, Həzrət İmam Hüseyin əleyhissalamın əziz cəmaət şəfaatini
qiyamətdə sizlərə kəramət eləsin, siz üçün şəfaatçı olsun. Dünyada da Allah ziyarətin inşallah sizə qismət eləsin. Və Həzrəti İmam Hüseyin əleyhissalam üçün xalqımız hər yerdə əzadarlıq keçirirlər. Eysanatlar verirlər, söhbətlər olunur, hamısından Allah qəbul eləsin inşallah. Allah Hüseynin xətrinə, din yolunda şəhid olan o körpə qız balalarının hürmətinə, saçı ağaran o körpə balaların Kərbalada ağardı saçları, aç susuz. Bunların hürmətinə Allah Azərbaycan xalqını sizləri öz amanında, pənahında saxlasın. İnşallah Peyğəmbərlər əleyhissalamlar, imamlarımız əleyhissalamlar, Xanım Fatimə Zəhra imamın nənəsidir. Xalqımıza siz əzizlərə duaçı olsun. Bizim xalq illərdir, biz gözün açandan hələ ucu o yana. Kərbalada təqribən olub 1387 ildir bugünkü tarixə qədər. Onu diri saxlayırlar. Məhərrəm ayında məscidlərə qara pərdələr çəkirlər, mərşələr oxunur.